Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə 24 yaşlı gənc dəm qazından boğularaq ölüb. Xəbər verilir ki, hadisə şəhər arasında qeydə alınıb. Şəhər sakini 2002-ci il təvəllüdlü kişi zirhli şəxs yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, əzizlərinin yaxınlarına səbir diləyirik. Şamaxinka adlanan ərazidən Üzü Xırdalana gedən yolda avtobus zolağı ləğv edilib. Xəbər verilir ki, bu barədə məlumat və görüntülər sosial şəbəkələrdən daxil olub. Bildirilib ki, həmin küçənin Biləcəri istiqamətinə uzanan yol ayrıcına qədər avtobus zolağı ləğv olunub, artıq sürücülər həmin zolaqdan rahatlıqla istifadə edə bilərlər.